O biri deyirdi ki, mənim atamın bir sözü məni tutdu bir ömür. Bir dənə sözü. Deyirlər, nə sözü idi o? Deyir ki, atam deyir, yaşdaşı vaxtlarında belə anamı yuxudan oyadardı sübh namazını. Özü də durardı, anamı da oyadardı. Sonra deyərdi, ay xanım, qalx sübh namazına. Xanım qalxardı. Ondan sonra deyərdi, xanım qalx, o qədər qəbirdə yatacaq ki, heç bir dəfə də çağıran olmayacaq bizi, bir nəfər də bizi çağırmayacaq. Çox yatacaq qəbirdə, xanım qalx. Bu şəxsi, bu söz o qədər qalmışdı qulağımda. O qədər qalmışdı qulağımda. Sübh namazına durmaq istəyəndə, hərdən tənbəllik eləyəndə atamın sözü yadıma düşürdü, qəbirdə o qədər yatacaq ki, çağıran da olmayacaq bizi. Yəni, çağıran da olmayacaq, dəfn edicilər çıxıb yiyəcək. Orada da sübh namazı da yoxdur. Bitdi. Nə qədər var buradadır. Qıla bilirsən, qıl.